Azərbaycan hökuməti uzun müddətdir düşmənsiz qalıb. Yəni baxın, adicə dünən edilən digər çıxışa da baxın. Əliyev ermənilər barədə çıxışlar etməyə başladı ki, azərbaycanlılar Ermənistana qayıtmalıdır. Halbuki Paşinyan bundan bir gün öncə açıqlama vermişdi ki, mən Azərbaycanla ermənilər arasında yaşanan düşmənçiliyi Rusiya ilə əlaqələndirirəm. Rusiyanı birbaşa ifşa etmişdi. Bundan sonra Mariya Zaxarovanın açıqlaması oldu ki, güya KGB falan vaxtı yaranıb. Əslində o KGB dedikdə Paşinyan əslində rusları nəzərdə tutur. Sadəcə cürəti bu qədər çatmadı ki, ruslardan birbaşa danışa bilsin. KGB-ni günahlandırmağa başladı, Sovyeti günahlandırmağa başladı. Bu əslində Rusiya imperiyasının dövründə başlamış bir prosesdir. Sadəcə buna cürət edə bilmədi. Çünki hazırki Rusiyaya birbaşa meydan oxumuş olacaq ki, çox böyük səhv olardı siyasi cəhətdən. Mariya Zaxarova buna qarşı açıqlama verdi. Daha sonra da İlham Əliyev xodlanmağa başladı. Nə bilim, dil belə gəldi, Azərbaycanlılar Ermənistan qayıtmalıdır filan beşməkan. Və Əliyev niyə bunu eləyir? Çünki dözə bilmir bu prosesə. Çünki erməni Azərbaycan düşmənçiliyi bitdisə, Əliyevin oynamağa kartı yoxdur. Yəni Azərbaycanlıların başını nə ilə dolandıracaq bu? Nə ilə bunları aldadacaq? Necə deyəcək ki, düşmənimiz var, bizim bir problemimiz var, o da Qarabağ. Əvvəl bunu deyirdilər, indi təzə tema çıxardıblar da, Zəngəzur, nə bilim, İrəvana qayıdırıq falan eləyirik. İnsanların başını belə məsələlərlə qatır və özünün rüşvət, cinayətkarlıq əməllərindən uzaqlaşdırmağa çalışır. Bu bir taktikadır. Və digər tərəfdən də artıq hazırlaşır ki, ölkə daxilində və ölkə xaricində əlavə düşmənlər axtarsın ki, insanları bir qədər daha çox nifrətlə ovlamağa başlasın. Misal üçün, bunu Talışlara qarşı etməyə başlamışdılar. Başlamışlar Talış adlarını dəyişmək lazımdır, nə bilim, Talış adı olmamalıdır. Belə bir hərəkat başlamışdı. İqbal Ağazadə və digər İlham Əliyevin tulaları ortaya düşüb belə söhbətlər edirdi. Biz onların ağzının üstündən vurduq. Yəni elə bir ideoloji bir məsələləri ortaya atdıq ki, onlar geri çəkilməli oldular və bundan hələ ki yeni üsullar axtarırlar etmək üçün. Amma indi də xaricdə mən sizə açıq deyirəm və bunu görəcəksiniz. Gürcülərlə düşmənçilik yollarını yaratmağa çalışırlar.